Dəyərli izləyicilər, bir daha salamlayırıq. Bu gün aşağı Cürəlidik. Aşağı Cürəlidə gənclərimizlə də biraz söhbətimiz oldu. Həqiqətən ürək açan söhbət oldu ki, bizim tariximizi, yəni 6 ildir yaşayan tariximizi, bizə qanı ilə tarix yaşadan şəhidlərimizi və qazilərimizi, veteranlarımızı və hərbiçilərimizi çox gözəl anılırlar, tanıyırlar da. Bax, bu günləri 44 gün Vətən müharibəsinin qazisi Raminə təşəkkür edirik. Raminin belə deyək, həqiqətən vasitəsindən bu ailəyə produka ehtiyacı var idi. Bizim qardaşımız, belə deyək, İlkin qardaşımıza təşəkkür edirik. Çaylıkənd kəndində Kərbəlayı Əli kişinin oğlu. Əli kişi çox gözəl kişidir, həqiqətən. Ələmi bugünkü gündə gözlərindən olsa da belə, ancaq verdiyi tərbiyə, böyütdüyü övladlar bu gün həqiqətən də, bu gün necə sizə deyim, həqiqətən bax, özü bitcə çörək yesə də bu gün imkansız ailələrdə fikirləşən bir oğuldur. O ailənin övladı, yəni Əli kişinin verdiyi tərbiyə. Əli əmi özü 44 gün Vətən müharibəsində gələn şəhidləri o, belə deyim də, ağrılı canından gedirdi dəfinlərinə, mövludlarına, illərinə. Elə bir kişidir. Əli əmiyə təşəkkür edirəm. Allah can sağlığı versin. İlkin qardaşımıza da çox sağ ol deyirəm, övladlarından və ev yaxınlarına xeyirdir. Həmin aparaq. Bizim ağsaqqalımızda o da bir işərməsi olacaq. Ya Allah. Bundan alınıb buradan. Bismillah. Getdik. Getdə qaldı. Saxla getdik. Allah yaxşılarımızı qorusun. Əmə elə sən özün bir ağsaqqal kimi bir işərmədi. Bizim ağsaqqalımız səndəsin. Mən də əvvəla şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı. Gəldik, demişdik, Qazi qardaşım Ramin də demişdi ki, məsləhət vermişdi ki, bəli, imkansız ailədir. Həqiqətən gəldik, gördük ki, imkanı yoxdur. Bir qardaşım da tədarik edirdi, onlar üçün. İlkin qardaşımız sağ olsun. Çaylıkənd kəndindən də Əli kişinin oldu. Bugün 44 gün Vətən müharibəsində rahat, sərbəst, azad bu torpaq üzərində gəziriksə başımızın tacı olan şəhidlərə borcluyuq. Vətən uğrunda bədəninin müəyyən hissəsinin qolundan, qıçından, gözündən keçən bax bizim Ramin qardaşımız var və bunun simasında bütün qazilərimiz Allah şəfa versin. Ramin, bu günləri həqiqətən sizlərin haqqı, belə deyim, ödənilməzdir. Bu gün sizlərin haqqını heç kim unuda bilməz, heç kim itirə bilməz. Bu gün qazilərimiz var, bədəninin elə bir yerindən, belə deyim, vallahi keçiblər, adam dilindən deyə bilmir. Ona görə bir qazi kimi sizdən də bir işim. Buyur. Sağ olun, Allah kömək olsun. Şöbədə Allah şəhidlərimizə rəhmət olsun. Qazilərimizdən sağ olun, şəfa dilərim. Allah küləskərlərimizi, hərbçilərimizi qorusun. Allah niyyətini qəbul etsin. Allah onun niyyətini qəbul etsin. Kim göndərib Allah min əvəzini versin. Allah kömək olsun. Sağ Xanım, olun. bunu Allah bayramımızı, hamımızın sağ ol. təbrik Biz edirik. bayramda gətirəcəydik, çatdıra bilmədik. Bir veteranımız da var, Nazim, ona da inşallah qismət olsun, bu yaxınlarda gelib deyəcək. Yəni bunu bu günləri zəng elədi, İlkin qardaşımız var olsun, Kim Çaylıkənddən, göndərib, Əli kim verib, kim göndərib Allah min əvəzini versin. Allah ömrünü uzun eləsin. Allah balasını minlə saxlasın. Bir Allah söz kömək deyim, olsun. bu yarımçıq ev Mənimdir. cəmaatı biraz çaşdırar. Bu ev heç Mənimdir. bu da bunundur. Bu desən bacının evidir. Bacımın evi. Bax bunları bax göstər. Bax bu qaldığı burada bacısının evidir. Bunun heç öz evi yoxdur. Bu da ev bunundur. Özümün sözüm düzün deyim. Ətraflı çək qoy. Özümün sözüm düzün deyim. Ramin özü bilir. Mən yerimi satdım. Verdim məcbur oldum. Haçana kimi burada deyim ama boğuluram. Sıxılıram. Getdim madem otağa tikdim. Yarımçılıq qaldı, tikə bilmədim. İnşallah bir dəfə gəlib baxarıq, çalışarıq nə isə Ramin edək. özü də bilir. Otamının o özü. Xalqın köməyindən çalışarıq nə isə edərik və bizim dəyərli xalqımız həqiqətən Azərbaycan xalqı mərd xalqdır. Allah yaxşılarına can sağlığı versin, pislər də baxıb yaxşıların sırasına keçsin və bu günləri çalışın. Xəstənin imkansız pulun yeməyin. Xəstəyə imkansızsa yığılan pul, xəstəyə imkansızsa da çatmalıdır. Bunun da bu insanlara çatır o, babalarındır. Bəzi şərəfsizlər xəstəyə pul yığılır, o pulu mənimsəyir. Müəyyən hissəsini gətirir verir. Elə eləməyin, valla onu gec-gec qusarsan. Allah verdiyi ömür 30, 40 il, 50 il, 60 il. Bilmirsən nətər, hansı gündə dünya dəyişəsən. Ona görə dünya da dəyişəndə kişi kimi dəyişəsən. Biz həmişə kişilərin və haqqın yanındayıq. Biz həmişə
haqqı yeməyənlərin yanında yox, haqqı deyənlərin yanında yox. Həmişə də heyl olub olacaq da. Var olasan, Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Yaşasın bizim Azərbaycan xalqı və hər zamanda üç rəngli bayrağımız hər ölkənin yüksəklərdə dalğalansın. Var olasın. Sağ olun.